Salam əziz izləyicilər, zəhmət olmasa kanala abunə olun. Bugün sizə Brian Tracy'nin Məqsədlər adlı kitabından sonuncu seçmə sözləri sıralayacağım. Yəni bu 6 videodan ibarətdir. Digərinə baxmamısınızsa, zəhmət olmasa kanalıma keçid edin, baxın və ya dinləyin. 1. Çoxunuzun bəlkə də kinolarda eşitdiyi bir söz. Benjamin Franklinin sözüdür. Həyatda qaçınılmaz olan yalnız ölüm və vergilərdir. Bu sözü mən filmlərdən eşitmişəm. 2. Albert Hubbard adında bir yazar deyir və yaxud yazıb. Bir daha sınamamaktan başqa uğursuzluq mövcud deyil. Daxilən məğlub olmaqdan başqa məğlubiyyət yoxdur. İstəyin zəifliyindən başqa heç bir mane yoxdur. Bu bir növ öyrənilmiş çarəsizliyi bizə izah eləmək istəyir. Düz başqa bir mövzudur. Yəni mənim başa düşdüyüm kitab sözlərdən budur. Həmçinin Vince Lombardi deyib, məsələ yıxılmağınızda deyil, yenidən qalxıb qalxmayacağınızdadır. Bu da bir növ öyrənilmiş çarəsizliyə işarət edir. Və 3. Sonuncu, Harvard Universitetindən Abraham Zalzenikinin elmi işi sübut etmişdir ki, çətinliyə verdiyimiz reaksiya böyük nailiyyətlərə layiq olmaq ehtimalımızın dəqiq göstəricisidir. Əgər siz çətinlikdən özünüz üçün faydalı dərs götürüb, onu arxada qoyaraq yola davam edə bilirsinizsə, həyatda böyük nailiyyətlər əldə etmə ehtimalınız çox yüksəkdir. Həqiqətən bu da düşüncə ilə də razıyam. İnsanın əsl üzü, insanın belə deyək, daxili aləmi çətinliyə düşəndə daha çox bilinir. Bizdə də var, dostlar üçün də tanınır. Ümumiyyətlə, darlıqda, çətinlikdə və təbii ki, böyük uğurlar qazandıqda insan həqiqi üzü, həqiqi daxili aləmi üzə çıxır. Və bununla da Məqsədlər kitabından seçmə sözlər sona çatdı.